şəri vəzifə olduğu üçün bunu yenə təkrarən deyirəm. Qəza orucu olan müstəhəb oruç tuta bilməz. Bunu yadımızda saxlayaq. İşi görürüksə, elə görək ki, özümüzə ziyan verməyək. Qəza orucu olan müstəhəb oruç tuta bilməz. Bəs nə eləsin? Elə Rəcəb ayının günlərində öz qəzalarını niyyət edib tutsun. İnşallah, ümid var ki, Allah rəhmi böyükdür. Həm Rəcəbin savabını verəcək və həm də nədir? Onun qəza borclarından biri nədir? Silinəcək. İnsanın boynunda haqq varsa, borc varsa, borcunu ödəməlidir. Ondan sonra əlavə nədir? İşlər görməlidir. Namaz belə deyil. Qəza namazı olan müstəhəb namaz qıla bilər. Məsələn, namazda güzəşt var, amma orucda yoxdur. İslam şəriəti ilə qəza namazı olanlar müstəhəb namaz qıla bilərlər. Məscidə gəlir, 2 rükət namaz qılır, gecə namazı qılır, problemi yoxdur. Amma qəza orucu olanlar isə müstəhəb oruç tuta bilməzlər.